Uşaqlar, dekabr, yanvar, fevral, finish. Qalan bu 3 ayınız gedən ümumi vaxtınızın bəlkə də 2%, 3%. Video yükləyərsən ha, gələr 96-97% ilişib qalır ha. Amma o qalan proses biraz ağır gedir, ləng gedir və ən vacib işlər də orada görülür. Nə demək istəyirəm? Sizin bu qalan 3 ayınız var ha. Bəli, imtahana 3 ay qaldı. Çox az bir zamandır, amma həmçinin çox vacib bir zamandır. Çünki bu qalan 3 ay gedən 16-17 ilindən daha dəyərlidir. Niyə? Çünki bu qalıb. O isə gedib. Sən orada 9-cu sinifdə, 10-da, 11-də, sentyabrda, hətta noyabrda olan heç bir şey dəyişə bilməzsən. Amma qalan üzümüzə gələndə çox şey dəyişə bilərsən. Çünki bu hələ gələcək. Bu sənin artıq əlindədir. Uşaqlar, ona görə bu qalan zamanınızın dəyərini bilin. Qalan vaxt ərzində bacardığınız qədər çoxlu təkrarlayın. Məsələn, riyaziyyatın zəifdə getmir. Abala, öyrənmədə, məsələn, 8-ci sinifin, 9-cu sinifin materialını öyrənmə. Müəllimlə danış. 13 dənə yazıla biləcək buraxışda sual var. Bunun heç olmasa 10'unu keçsin. Sadəcə 13 sual keç, buradan 10'un yaz, əla. Gücü ver, məsələn, hansı daha yaxşı Azərbaycan dilinə? Bir sual, məsələn, mən özüm olsam, mənim üçün riyaziyyatdan bir suallıq, tutaq ki, nümunə derim, ədədi silsiləni öyrənmək əsər oxumaqdan daha çətindir. Elə mən onun yerinə hansı fənnim daha yaxşıdır, hansı mən daha rahat qavrayıram, sonunda daha yaxşıdır, onu daha çox artıram. Tutaq ki, mən abituriyent vaxtında görürdüm ki, məndə ingilis dili alınmır, riyaziyyat alınmır. Amma əvəzində nə var? Azərbaycan dili, tarix, ədəbiyyat əladır. Fikirləşim ki, Azərbaycanda o vaxt 25 sualdır. Mən 22 yazmayayım, 24-25 dənə yazım ki, həm yüksək bal verir, həm də bu mənim üçün daha rahat. Yəni, bir tabeli mürəkkəb cümlə mənim üçün riyaziyyatın ən asan mövzusundan belə asandır. Düzdür? Sizdə də bu hallar var. Siz də qalan zamanınız ərzində çalışın. Hansı fən daha rahatsa, ona daha çox gücü verin. O biri fənin harada dirənibsə, qalıbsa, orada saxla. Başda əvvəllərdən təkrarlamağa danış müəllimdən ki, müəllim, mən 2 dəfə, 3 dəfə əlavə qruplarla da gələcəm. Bəs mənim üçün ancaq lazım olan şeylər keçin, qalan mənə lazım deyil, istəmirəm. Yaxşımı? Gücü verin digər əsas vacib olan fənlərinizə. Bu arada bizim sürət qruplarımızdan sıfırdan başlayıb dekabr ayından 3 ayın içində tam proqramı keçib inşallah həm təkrar, həm də sürət şəkildə çatdıra bilərsiniz. Və bu qruplara qoşulmaq üçün 055 597 01 51-ə yazırsınız, menecər sizə qrupa əlavə edir. Hələlik sağ olun, səhifəni izləməyə.